Bu videoda biz natural ədədlər barəsində danışacağıq. Dövlət İmtahan Mərkəzinin əksər buraxılış və blok imtahanlarında natural ədədlər mövzusuna aid müxtəlif nümunələrə rast gəlmək olar. Onu qeyd etməliyik ki, o zaman biz bu mövzunu daha dərin və daha ciddi araşdırıb öyrənməliyik. İlk növbədə biz bilməliyik ki, natural ədədlər hansı ədədlərdir? Əşyaların sayını və eyni növ əşyaların sırasını bildirmək üçün istifadə olunan ədədlərdir. Misal üçün, biz deyə bilirik ki, 5-ci kitab, 3-cü adam, 4-cü sinif. Biz əşyaların qarşısında bunu sıra nömrəsi kimi istifadə edə biliriksə bu ədədi, onda bu ədəd natural ədəddir. Amma biz desək ki, 0-cı kitab, 0-cı dəftər, bu artıq mənasız bir ifadə yaratmış olur. O zaman biz qeyd etməliyik ki, 0 natural deyil. Mütləq şəkildə bunu qeyd edin. 0 natural deyil. Bəs natural ədədlər hardan başlayır? Natural ədədlər birdən başlayır, sonsuza dək davam edir. Natural ədədlər çoxluğu n ilə işarə olunur. 1, 2, 3, 4, 5 bu formada sonsuza dək davam edir. Yoldaşlar, ədəd anlayışı və rəqəm anlayışını fərqləndirmək lazımdır. Qeyd edim ki, rəqəmlər ədədləri yaratmaq üçün vasitələrdir. Hansı rəqəmlər var? Rəqəmlər 0, 1, 2, ta 9-a qədər davam edir. Yəni, biz o zaman 0-a rəqəm deyə bildik. Amma 0 natural ədəd deyil, bayaq qeyd etdik. Bunu mütləq şəkildə yadınızda saxlayın. İndi isə biz natural ədədlərin müxtəlif bölünmələrinə fikir verək. Natural ədədlərin tərkibində bölünmələrdən tək ədədlər və cüt ədədlər var. Tək ədədlər və cüt ədədlər hansı ədədlərdir? Yadda saxlayın ki, 2-yə bölünən ədədlər cüt ədədlərdir. Yəni, bir ədəd 2-yə bölünsə, cütdür. Amma bölünməsə, yəni bölünməyəni, 2-yə bölünməyən nədir? Təkdir. Əksəriniz bunu daha yaxşı başa düşür, daha yaxşı anlayırsınız, amma bəzən olur ki, yəni bunlara aid də suallar və nümunələr həm buraxılış imtahanında, həm də blok imtahanında rast gəlinir. Gəlin, növbəti səhifədə bunlara aid bir neçə nümunəyə fikir verək. Gəlin, birinci sualımıza baxaq. 3 ardıcıl natural ədədin cəmi 45-dir. Bu ədədlərdən kiçiyini tapın. Düzdür, bunun tək və cüt ədədlərə aidiyyəti yoxdur, lakin növbəti suallarımızda biz tək və cüt ədədlər nümunələrini görəcəyik və birinci sual vasitəsilə biz bu sualları həll edəcəyik. 3 ardıcıl natural ədədin cəmi 45-dir. Bu ədədlərin kiçiyini tapın. Yadda saxlayın yoldaşlar. Ardıcıl ədədlər arasındakı fərq nədir? 1. Məsələn, 1, 2, 3. Bunlar ardıcıldır. Hər növbəti ədəd digərindən bir vahid çox olur. Fikir verin, 1-in üstə 1 gələndə 2 olur, 2-nin üstə 1 gələndə 3 olur. Siz artıq bu nümunə ilə tanış oldunuz. Gəlin isə indi konkret sualımıza baxaq. Biz 3 ardıcıl ədədin cəminin 45 olduğunu görürsə, bunun birincisinin hansı olduğunu bilmirik. O zaman birincisini n ilə işarə edirik. İkincisini, bayaq dedik ki, növbətisi digərindən bir vahid çox olur, n üstə gəl 1. Üçüncüsü isə bundan bir vahid çox olduğuna görə n üstə gəl 2 olacaq. Bunların cəmi 45-ə bərabər olduğuna görə biz bu ədədləri toplayıb 45-ə bərabər etməliyik. n, 3n, 1 üstə gəl 2, 3, bu 45-ə bərabər oldu. 3n bərabərdir 42, 42-ni 3-ə böldükdə n 14 oldu. Əgər n-i 14 tapmışıqsa, növbəti 14 üstə gəl 1, 15 olacaq. Digəri 15 üstə gəl 1, 16 olmuş olacaq. Bunun daha asan bir versiyasını bu cür, daha asan bir üsulla belə həll edə bilərik. 1, 2, 3 qoyuruq. Bunların 3-ünün cəmi 45-dirsə, ortancılını tapmaq üçün 45-i 3-ə bölürük, 15 olur. 15-dən bir əvvəlki ədəd 14-dür. 15-dən bir sonraki ədəd isə 16-dır. İkinci sualımıza baxaq. Deyir, 3 ardıcıl cüt natural ədədin cəmi 72-dir. Sual ola bilər. Bu ədədlərin böyüyünü tapın və bu ədədlərin kiçiyini tapın. Əgər cüt natural ədəddən danışırsa, biz bayaq qeyd etdik ki, cüt natural ədədlər hansı nəyə bölünür? 2-yə bölünməlidir. O zaman biz burada tənlik quran zaman nə etməliyik? Ədədi n götürsək, 2-yə bölündüyünü nəzərə alsaq, o zaman biz birinci ədədi 2 vur n kimi götürməliyik. Cüt ədədlər arasındakı fərq nədir? 2-dir. Məsələn, gəlin bir nümunəyə baxaq. 4, 6, 8. Ardıcıl cüt ədədlərdir. Bundan sonra gələn ədəd bundan 2 vahid böyük, sonra gələn isə 2 vahid böyükdür.
Onda ikinci ədədimiz 2 vur n üstəgəl 2 olacaq, çünki digərindən 2 vahid böyük olur. Bundan da 2 vahid böyük olan isə 2 vur n üstəgəl 4 olmuş olacaq. Bunların cəmi 72-yə bərabərdir. Gəlin biz bunların cəmini 2n, 2n, 2n şəklində toplayaq, 6n yazaq. 2 və 4-ü toplayanda 6 edir, o da 72-yə bərabərdir. 6n bərabərdir 72 çıxılsın 6, eləyir 66. 66-nı 6-ya böldükdə n 11-ə bərabərdir. 2-ni 11-ə vursaq, burada birinci ədədimiz 22, növbəti 24, növbəti isə 26 olmuş olacaq. Həmçinin bayaq qeyd etdiyim üsulla da biz bu sualı yenə də həll edə bilərik. 1, 2, 3 yazaraq. İkinci ədədimizi tapmaq üçün 72-ni 3-ə bölürük, eləyir 24. 24-dən 2 vahid yuxarıdakı 22-dir, sonrası isə 26-dır. Bu nümunəni niyə verirəm mən sizə? Bəzən olur ki, sualların strukturunda son suallar ki var, buraxılış imtahanında, həmçinin blok imtahanında da rast gəlmək olar. Ətraflı izah tələb edən test tapşırıqları olduğuna görə suallarda bəzən belə üsullarla yox, tənlik qurmaqla tələb edə bilər sualın həllini. O zaman siz mütləq şəkildə tənlik qurmaqla da sualın həllini öyrənə bilərsiniz. Əgər o sual orada tənlik tələbi yoxdursa, siz sualı bu cürdə həll edə bilərsiniz. Üçüncü sualımız 3 ardıcıl tək natural ədədin cəmi 99-dur. Yenə də burada sizdə bu ədədlərin böyüyü ilə kiçiyinin fərqini tapın soruşa bilər, böyüyünü tapın soruşa bilər, kiçiyini tapın soruşa bilər. Yəni bu tip nümunələrdə də sualı özüm qoymamışam ki, siz bilməlisiniz ki, hansı şərtlər olanda mən necə davranacam. Bunların cəmini 99 verib yadda saxlayırıq yoldaşlar. Tək natural ədədlər bu cür göstərilir tənlik formasında. Birincisi 2n çıx 1, sonra 2n üstəgəl 1, sonra 2n üstəgəl 3 şəklində göstəriləcək. Burada ardıcıl tək natural ədədlər arasındakı fərq 2 olduğuna görə, yəni birinci ədədin üzərinə 2 əlavə edib, ikinci ədədi alıram, ikinci ədədin üzərinə 2 əlavə edib, üçüncü ədədi alıram gördüyünüz kimi. Bunların cəmi 99-dur. Gəlin bunları yenə toplayaraq 99-a bərabər edək. 2n, 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 6n, mənfi 1 müsbət 1-dən toplansa ixtisar gedir, üzərinə əlavə edirik 3-ü, bərabərdir 99 yazırıq. 6n 99-dan 3 çıxanda 96-dır. 96-nı 6-ya böldə n 16 olur. Gəlib n-in yerinə 16 qoyuruq. 2 vur 16, 32, çıxanda 1, 31. Növbəti 33. Bundan sonraki isə 35 olmuş olacaq. Çünki ardıcıl tək natural arasındakı fərq 2-dir, bayaq qeyd etdiyim kimi. İndi isə mərtəbə vahidləri haqqında danışaq. Gəlin məsələn bir nümunə üzərində bunu izah edeyim. 9602 ədədində bu təkliklər mərtəbəsi, bu onluqlar mərtəbəsi, bu yüzlüklər mərtəbəsi, bu minliklər mərtəbəsidir. Biz gördük ki, o zaman mərtəbə vahidləri nələr oldu? Mərtəbə vahidləri 1, 10, 100, 1000 olmuş oldu. Sizə nə sual ola bilər test imtahanında? Məsələn, yaza bilər ki, 1 ədəddə neçə yüzlük var? Gəlin nə edirik? Təklik, onluq, yüzlük. Yüzlüyün üzərində dayanıb sol tərəfə seçirik ədədi. Deməli, bu ədəddə gördüyünüz kimi 96 yüzlük var. Məsələn, sual ola bilər. Neçə 47322 ədədində neçə minlik var? Gəlirik, təklik, onluq, yüzlük, minlik. Minliyin üzərində dayanıb sol tərəfdən ədədi seçirik, 47 minlik var. Məsələn, 62034 ədədində neçə onluq var? Təklik, onluq. Onluğun üzərində dayanıb sol tərəfdən ədədi seçirik, 6203 onluq var. Bax, belə asan suallarda, testlərdə rast gəlmək mümkündür. İndi yoldaşlar, mərtəbə vahidləri bəzən olur ki, bu formada göstərilir. Məsələn, A, B ədədi şəklində bu cür göstərilir. Yadda saxlamalıyıq ki, AB burada 2 rəqəmli bir ədəddir. Bu AB-dir. Bu A və B ədədlərinin hasilidir. Amma üstündə xətt olduqda bu bunun 2 rəqəmli ədəd olduğunu göstərir. 2 rəqəmli ədədlər necə göstərilir? 2 rəqəmli ədədlər bilirik ki, bu təkliklər mərtəbəsidir, bu isə onluqlar mərtəbəsidir. O zaman onluqlar mərtəbəsini yerini göstərən ədədi 10-a vururuq, A vurur 10, üzərinə gəl. Təkliklər mərtəbəsini göstərən ədədi isə 1-ə vururuq, B vur 1. Onda bu 10A üzərinə gəl 5 şəklində göstərildi. Məsələn, gəlin M, N, K ədədini bu formada göstərək. 3 rəqəmli bir ədəd olduğunu bilməliyik.
K təkliklər mərtəbəsini göstərən rəqəmdir. N onluqlar, M isə yüzlüklər mərtəbəsini göstərəndir. O zaman biz bunu 100-ə vururuq, 100M yazırıq. 10-a vurub 10N yazırıq. K-nı isə 1-ə vurub K yazırıq sadəcə. Məsələn, belə bir nümunədə göstərə bilərəm. 2M7. Bu ifadə necə göstəriləcək? 2 yüzlüklərdə deyək, 2-ni 100-ə vururuq, 200. M-i 10-a vururuq, 10M. 7-ni 1-ə vurub 7 yazırıq bura. Ümumi topladıqda 207 plus 10M olmuş olur. İndi isə Dövlət İmtahan Mərkəzinin müxtəlif dövrlərdə keçirdiyi imtahanlarda istifadə olunmuş test tapşırıqları və yaxud da onlara uyğun test tapşırıqlarına tanış olaq. Gəlin ilk növbədə birinci sualımıza fikir verək. AB 7 ədədindən AB ədədinin çıxıb 133 alıb. Sual: A üstə gəl B nəyə bərabərdir? Yoldaşlar, suala keçməzdən əvvəl mütləq şəkildə bunu bilin ki, A və B rəqəmlərdir. Çünki mən bayaq qeyd etdim ki, üstündə xətt qeyd olunsa, burada neçə ədəd rəqəm göstərilirsə, onun sayı qədər rəqəmdir bu. Məsələn, 2 ədəd göstərilir, onda bu 2 rəqəmli bir ədəddir. Və A və B rəqəmlərdir. Bayaqlarda qeyd etdim ki, rəqəmlər 1-dən başlayaraq 9-a qədər davam edir. Yəni A və B 1-dən 9-a qədər rəqəmlər ola bilər. O artıq məsələn 10, 11, 12 ola bilməz. Və yaxud da 0 ola bilər həmçinin. AB 7 çıx AB 133-ə bərabərdir. A ilə B cəmini tapın. Gəlin baxaq. AB 7. Burada A yüzlüklər mərtəbəsini göstərən rəqəm olduğuna görə 100-ə vururuq 100-a. Üzərinə gəl 10B. Üzərinə gəl 7. Çıx. Mötərizədə yazılır. Mənfidən sonra gələn ifadə mötərizədə yazılmalıdır. 10A. Üzərinə gəl B şəklində yazırıq. Bərabər edirik 133-ə. Çıxılmanı belə göstərək. Deməli, 100A çıx 10A 90A edir. 10B çıx B 9B edir. Üzərinə gəl 7 133-ə bərabərdir. 90A üstə gəl 9B bərabərdir. 133-dən 7-ni çıxanda 126 qalır. 126-nı 9-a bölürük hər tərəfini. 10A üstə gəl B bərabərdir 14. Aha, biz indi bilməliyik ki, A neçə olsa, B neçə olsa bu ifadə 14-ü yaradar. Qeyd edək ki, A 0-dan 9-a qədər olan rəqəmlərdir. 14-ün içində neçə 10 var? 1 10 var. O zaman A 1-ə bərabərdir. Onda 11-ini 10 eləsə, B də 4 olmalıdır ki, burada 14 dalınsın. O zaman A 1, B 4 oldu. Yekun cavab da 5-imizə bərabər oldu. Bunun digər bir asan versiyasını belə göstərmək olar. Misal üçün, alt-alta çıxma yolu ilə AB 7 ədədindən AB ədədini çıxanda 133 qalırsa, burada 7-dən nə çıxsaq 3 qalar. Bilirik ki, təbii ki, bu 4 olsa. Onda B 4-dürsə, B burada da 4-dür. 4-dən nə çıxsaq 3 qalar, A 1 olsa. Həmçinin gördüyünüz kimi aldığımız cavablar üst-üstə düşdü. İkinci sualımıza nümunəyə nəzər yetirək. Burada da görürük ki, belə bir ifadə verib, bunların cəmi 666-dır. Bəs A plus B plus C cəmi nəyə bərabərdir? Biz bilirik ki, burada bu yüzlükləri göstərəndir. 100A üzərinə gəl. İkincini 10-a vururuq 10-a. Üzərinə gəl. B təkliklər deyə boş qalır. Burada 100B üzərinə gəl 10B üstə gəl C. Burada isə 100C üzərinə gəl 10C üstə gəl A. Bərabərdir 666. A'lardan nə qədərdir burada? Bunları toplayanda 100A, 10A və 1A oldu 111A. B'ləri toplayanda 111B, C'ləri toplayanda 111C bərabərdir 666 olur. Hər tərəfi 111-ə bölsək A, B, C cəminin 6-ya bərabər olduğunu görə bilərik. Üçüncü sualımıza nəzər yetirək. Üçüncü sualımızda AB 2 rəqəmli ədədi 7A üzərinə gəl 9B-yə bərabərdir. AB 2 rəqəmli ədəd olduğuna görə burada onluqları göstərəni 10-a vururuq 10-a üzərinə gəl. Təklikləri göstərən tək qalır. 7A üzərinə gəl 9B-yə bərabərləşdiririk. Bu sualda metodik ondan ibarətdir ki, A-ları bir tərəfə atırıq, B-ləri bir tərəfə. 7A-nı tullasaq bu tərəfə 10A çıxılsın 7A olar. B-ni bu tərəfə açsaq 9B çıxılsın B olar. 10A çıx 7A 3A-dırsa, 9B çıx B də 8B-dirsə, onda burada bərabərliyin yaranması üçün A və B rəqəmlərdən ibarətdirsə, bərabərliyin yaranması üçün burada 8 dayandığına görə A-ya 8 deyirik. Burada 3 dayandığına görə də B-yə 3 deyirik ki, tarazlıq yanansın. Çünki 3 vur 8, 24, 8 vur 3, 24 edir. Ona görə də biz burada A və B cəminin 8 üzərinə gəl 3 şəklində göstərə bilərik. Orada da yekun cavab 11-ə bərabər olar.